Özünə məşğulluq proqramı kiçik biznesə başlamaq istəyi, bacarığı və potensialı olan əmək qabiliyyətli, eləcə də məhdud əmək qabiliyyətli şəxslərin dövlət dəstəyi ilə öz ailə təsərrüfatlarını və ya kiçik sahibkarlıq fəaliyyətlərini qurmasına şərait yaradır. Proqram çərçivəsində istehsal və xidmət sahələri üzrə yüzlərlə vətəndaş lazımi avadanlıqlarla təmin edilərək dayanıqlı gəlir mənbəyi əldə edib. Proqramdan yararlanan və bu gün də fəaliyyətini davam etdirən vətəndaşlardan biri də Ağsu rayon sakini 3 uşaq anası Minirə Mehdiyevadır. Ağsu şəhərində fəaliyyət göstərən qadın gözəllik salonunda çalışan Minirə Mehdiyeva ilə elə iş başında həmsöhbət olduq. Deyir ki, ali təhsil almaq imkanı olmasa da bacarıq və istedadını üzə çıxarmaq, sevdiyi işlə məşğul olmaq və ailə büdcəsinə maddi dəstək vermək üçün bu sahəni seçib. Ehtiyacım var idi o avadanlıqlara, yəni mənə dəstək lazım idi. Ona görə mən də dövlətimizə müraciət elədim. Sağ olsunlar, istədiyim avadanlıqları mənim üçün verdilər. Yəni belə deyim də işimi aşıra bildim. Sonra özüm də təpki verdim. Yəni başqa avadanlıqları da özüm də almışam. Amma yəni ilk dəstəyim dövlətdən olub. Bir qadın ki öz ayaqlarının üstündə durursa, ona dəstək olmaq lazımdır ki, daha da önə getsin, daha da nətər deyim, arzuların dalınca rahat gedə bilsin. Hazırda Minirə Mehdiyeva Ağsu şəhərində icarəyə götürdüyü məkanda fəaliyyət göstərir. O bildirir ki, bugün çalışdığı qadın gözəllik salonu onun üçün mühüm təcrübə məktəbidir. Gələcək planları isə daha genişdir. Minirə xanım qarşısına özünün şəxsi qadın gözəllik salonunu yaratmaq məqsədini qoyub. Deyir ki, zamanla topladığı təcrübə, formalaşdırdığı müştəri bazası və işinə olan sevgisi bu arzunu reallaşdırmaq üçün ona inam verir. Minirə Mehdiyevanın daimi müştərilərindən olan Tünzalə Əliyeva da dövlətin özünə məşğulluq proqramı çərçivəsində göstərdiyi dəstəyi yüksək qiymətləndirir. Onun sözlərinə görə bu cür təşəbbüslər təkcə ehtiyacı olan şəxslərə deyil, bütövlükdə cəmiyyətə fayda verir. Hesab edirəm ki və bildirmək istəyirəm ki, dövlətimizin ehtiyacı olanlara dəstək olması, onlara hər bir şəraitlə təmin etməsi tək ehtiyacı olanların xeyrinə deyil. Təbii ki, bu bizim də, cəmiyyətin də xeyrinədir və biz də bundan daha çox yararlanırıq. Həm ehtiyac olan sevinir, həm cəmiyyət sevinir. Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən önəmli aktiv məşğulluq istiqamətlərindən biri özünə məşğulluq proqramıdır. Özünə məşğulluq proqramına işsiz kimi qeydiyyata alınmış şəxslər eyni zamanda mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub. Digər məşğulluğu olmayan iş axtaran kimi qeydiyyata alınmış şəxslər müraciət edə bilər. Xatırladaq ki, proqramın icrasına 2017-ci ildən başlanılıb və artıq 112 mindən çox şəxsin proqrama cəlbi həyata keçirilib.